İndi gəldik cəbr sualımıza. Bizdə bu sualda x kvadrat çıxılsın 2x çıxılsın 5 bərabərdir 0 verir və bizdən x1-in kubu plus x2-nin kubunu soruşur. İlk olaraq mən sizə kublar cəmi və kublar fərqi üçün asan bir düstur deyim. Kublar cəmi bizdə a plus b-nin kubu çıxılsın 3ab, a vurulsun a plus b ilə tapılır. A kubu çıxılsın b kubu isə a çıxılsın b-nin kubu plus 3ab, a çıxılsın b ilə tapılır. Burada sadəcə x1 x2 var. AB-nin yerində x1 x2 var. Onda biz bunu açmaq istədikdə olacaq x1 plus x2-nin kubu çıxılsın 3x1 x2, x1 plus x2. İndi bu sualda da diyet var. x1 plus x2'miz bizə tapılır. Mənfi b bölünsün ayla. x1 vurulsun x2'miz isə bizə tapılır c bölünsün ayla. Onda biz bu suala görə x1 plus x2'ni tapmaq istəsək, bizdə b'miz mənfi 2'dir, onda mənfi b'miz müsbət 2'dir, a'mız da 1'dir, 2'ni verəcək. x1 vurulsun x2'ni isə tapanda c bölünsün a, c'miz mənfi 5, a'mız da 1'dir, burada da olacaq mənfi 5. İndi bu qaydaya əsasən bunu yazmaq istədikdə x1 plus x2'nin kubu, x1 plus x2 bizdə 2'dir, 2'nin kubu çıxılsın 3x1 x2, bizdə x1'imizi tapdıq mənfi 5. 3'ü vuracaq mənfi 5'ə, sonra x1 plus x2'miz də yenə bizdə 2'dir, vuracaq 2'yə. Onda bu olacaq 8 çıxılsın, mənfi 5 2'yə vurduqda mənfi 10, 3'ə vurduqda isə mənfi 30. Yəni olacaq 8 çıxılsın, mənfi 30. Düz sayda mənfi biz 5-ci, 6-cı sinifdən bilirik ki, düz sayda mənfi bizə müsbəti verir. Yəni olacaq 8 plus 30, bu da edəcək 38. Sonunda oldu 38.